Salam uşaqlar, necəsiz? Gəlin başlayaq. Sonra da səhv düzlərinizi qeyd edərsiniz qrupda. Nə istəyir bizdən? Müxtəlif yollara sayının. Bunu inanmıram ki, səhv yazan olsun. Çünki sənə heç çaşdırıcı bir şey də demir ki, filan təpədən keçsin ya keçməsin. Dümdüz sadə sualdır. Demək, çıxışlarına 1 yazırıq. B-yə neçə giriş var? 1 girişdir. B-nin onda çıxışlarda 1 olacaq. Burada 1 olacaq. C-yə 2 girişdir. 1, 1, cəmi 2. C-nin çıxışlarda 2 olur. Baxırıq D-yə 2 girişdir. 1 və 2. Cəmi 3-dür. Demək 3 ilə çıxacaq. 2 ilə 1, bu da 3 ilə çıxacaq. Başqa D-nin çıxışı yoxdur. Y-yə 1 girişdir. 1 olacaq, 1 olacaq. Sonra baxırıq ki, F-ə 2 girişdir. 3 və 1. Bu da oldu 4. C'nin girişləri tamamlanır. 4, 1, 5 və 6. Bu 4 ilə çıxır. Bu da 4 ilə çıxır. Çünki F'in qoludur. 4, 3, 7, 8, 9. Buranı istəyir bizdən. Bu da 6, 4, 10 və 9. 10, 9. Sonra bu sual. Maraqlı sualdır. Bunun əgər yerlərin ardıcıllığını düzgün bilirsinizsə, əzbərsi getmirsinizsə, bu tipli sualları %100 düzgün yazacaqsınız. Əzbərsi gedirsinizsə, getdi sual. Deməli, üstün nömrəliyirik. 0, 1, 2, 3. Lendir. Len normal saymaqdır. Yəni 4. Bunu keçən gün uşaqlardan kimsə soruşdu. Yadıma gəlir ki, rangein içində sadəcə rəqəm olanda 1-dən mi başlayırıq, yoxsa 0-dan? Yadda saxlayın, həmişə 0-dan. 2 və 3. Bu oldu bizdə i-nin qiymətləri. Baxın, birinci analiz edin. Burada forun içində olan, bax, bu ikisidir. Demək, bu ikisi fordan asılıdır. Bu i-nin qiymətləri bitənə qədər bu ikisini həll eləməlisən. Ardıcıllıqla. Bax, bu reverse əgər forun altında olsaydı, bax, burada olsaydı, necə olardı? Onda biz bu foru bitirərdik, yəni bu A-nın deməli, funksiyasına qədər hamısını bitirərdik, ən sonda reverse-ə keçərdik, yəni tərsinə çevirərdik. Amma bizdə elə bir şey istəmir. Bizdə hamısı bu i-nin, yəni bu forun daxilindədir. Bunu analiz elədikdən sonra keçib bunu işləyə bilərik. Yəni, i-nin birində 0 qiymətini götürdük. i-nin 0 qiymətində bu nə edir? Deyək ki, A0 bərabərdir 0 plus 2. Yəni, i 0-dır. Bu oldu 2. Deyək ki, A0-ı elə 2. Bax, insert-də nə edirdik? Sağa sürüşürdü də qiymət. Silinmirdi. Amma burada sürüşmə olmayacaq. Sadəcə dümdüz deyir ki, sənə A0 olsun 2. Yəni, bu olur 2. Və sonra bu siyahını reverse elə, tərsinə. Tərsinə çevirdiksə yazaq təzə siyahımızı. 4, 3, 2 və 2. Bu oldu təzə siyahı. Baxın, biz artıq bu köhnə siyahıya baxmayacağıq. Çünki artıq yenisi var. Növbəti əməliyyat bunun üstündə olacaq. Nəsə, indi gəlirik 1 qiymətinə. 1 qiymətində 1 plus 2, 3. Deməli, A1 olacaq nə? 3. A1 harada? Bax, burada. Üstün nömrəliyirik 0, 1, 2 və 3. A1 oldu, demək nə? 3. Baxın, A1 zaten 3'dür. Bunu silip yerinə yazsan, yenə eyni şey olacaq. Yəni, bir şey dəyişmir. Amma reverse-ə keçəndə işlər dəyişir. Yəni, tərsinə yazır bunu. 2, 2, 3 və 4. Sonra keçir i-nin 2 qiymətində. A2-ni hesablayır. A2 bizdə nəyə bərabərdir? 2 plus 2, yəni 4-ə. Burada A2 hansıdır? Əvvəlki siyahıya baxmayın, ha. Yəni, təzə hansıdır, onun üstündə işləyirik. Bu 0, 1, 2. İkinci 4'dür. Bu oldu 4. Sonra da bunu tərsinə çevir. Tərsinə çevirdin, oldu 4, 4, 2, 2. Sonra üçüncü dövr, bax, üçüncü, ən sonuncu. Üçüncü dövrdə onda A3 bərabərdir
Nə olacaq? 3 plus 2, 5. A3 hansıdır? 0, 1, 2, 3. Axırıncı. Bunu 5 elə. Sonra neynə? Tərsinə çevir. Tərsinə çevir. Yəni 4 üzürlü sayın 5, 2, 4 və 4. Yəni bunu tərsinə çeviririk. Bu da olacaq demək A variantı. Aydın oldu? İnanıram ki oldu. Bu söz. Baxın, yeri gəlmişəm. Ulduz və bu sualdan danışaq. Bu sənə bir məhdudiyyət qoymur. Tam sərbəst. İstəyirsən yerinə simvol yaz. İstəyirsən yazma. İstəyirsən 100-ün birdən yaz. 1-in yaz, 5-in yaz, 10-un yaz və yaxud yazma. Bu sənə həmişə nə verəcək? True. Bu həmişə sənə düz verəcək. Ancaq sualı gördünsə mütləqdir ki, bir dənə simvol yazmalısan. Sual varsa bir simvol olmalıdır. İndi gəl buna baxaq. Uyğun şablonu seç. Uyğun. Şərti tam oxuyun. Baxın, uyğun və uyğunsuzluqları normal fərqləndirməyi bacarın. Əcbərsiz getməyin. İndi baxaq. Sual dedi ki, bir dənə yazmalıyıq da buna görə. Dəyərə görə yazsaq, onda bu gəlir ə olur. Hə, ədən sonra ə deyil, axı y hərfi gəlməlidir. Bu getdi. D, ə, y, ə, r-sı hanı? Yoxdur. Ona görə bir dənə də sual yazılmalıydı. Yoxdur deyib səhvdir. D, ə, aha. Bu da heç nə yazmasan da olar da. Dedik axı heç bir problemi yoxdur orada. Axırına da 3 hərf yaz. Ola bilər. Söylə cavabımız B variantıdır. Yəni bunları da təhlil eləyək. Ə, y, ə, r-sı yenə yoxdur. D, ə, y, ə. Bu ə artıqdandır. Burada əgər sual olsaydı, hə, siz deyən ola bilərdi. Siz deyən deyirəm, amma bilmirəm, siz elə düşünmüsünüz, yoxsa yox. İnanıram ki, düz yazmışsınız bunu. Səhv olmaz. 64-cü sual. Düzgün yazılmış istinadı müəyyən eləyin. Aha, ay uşaqlar. Bu cici bacı kimi yadda saxlayın bunu. Bu ikisi həmişə bir yazılmalıdır. Bəzən də altla yazılır. Bunu başqa biri ilə, başqa bir deməli, görsən, səhvdir. Yəni, doğru variant kimi onu götürmək, üstündə analizdə aparma. Və imece bu, image kimi yazsa, bax, belə yazsa belə, bu da səhvdir. Bu yazılışları yadda saxlayın. Yəni, doğru yazılış deyil. Variantda gördün, sil. Bir də bunun bağlanışı yoxdur. Yəni, sonda görsəniz, bunu da silirsiniz. Nəyə analiz eləyək? ASRC yox, olmaz, image olmalıydı. Hreflə işlənmir, bu da çıxdı. Hanı image yoxdur? Href, okey, tamam. Baxırıq ki, hələ ki düz gəlir, aha. Hanı bunun hissəsi? Teg yoxdur. Ona görə bu da səhv çıxır. Baxın, sadəcə sadə sıra variant silməklə cavab çıxır. Bir də bu hissəni qeyd edin qayda dəftərinizə. Aha, bu sual. 16-lıq sayı sistemi. Ay, bu var bu sualı inşallah 10-luq sayı kimi götürüb işləməlisiniz. Yəni, əslində maraqlı sual. Düzdür, biraz hesaplaması nisbətən çox gəlir, amma yenə də normaldır. Baxın, 16-lıq sayı sistemindən söhbət gedir. 10-luq deyil, 16-lıq. 16-lıq deyilsə, hesablayaq. Birinci vurma istifadə olunacaq, sonra toplamaya keçəcəyik. Elə deyil. İkinci buna. İndi 26 vurulsun 32. Amma hansı say sistemində? 16-lıqda. 2 vur 6 bilirik də normal vurma kimi vururuq. Əgər həmin o say sistemində yoxdursa, bölüb qalğı yazıb bir də yadda olur və yaxud tam hissəsi nədirsə o da yadda qalacaq. 2-ni 6-ya 12, 12 16-lıqda var. Yəni C-dir. C-dir də A10, B11, C12. Hə. Sonra 2 vur 2, 4 yazdıq. 3 dəfə 6, 18. Aha, 18 16-lıqda yoxdur. Demək, qalıq nə qədər qalır? 1 qalıq 2, 2-ni yazırıq 1 yadda. 3, 2, 6, 1 də yadda 7. C, 6 və 7. 16-lıqdadır. Sonra nə istəyir bizdən? Bunun üstünə 15 gəlməliyik. Baxın, nə badə 15-i götürərsiniz, F kimi yazarsınız, ona uyğun toplayarsınız. Elə olsaydı, zaten sənə burada F verərdi.
Ona görə özünüzü qarışdırmayın. Yəni beyninizi belə çox dərinliyinə kökləməyin. 12, 5, 17. 17 16-lıqda yoxdur. Yenə 17-ni 16-ya bölürük. 1 qalıq 1. Əgər çaşırsınızsa həmişə qıraqda bax belə yazın. Yəni 30 saniyənizi alacaq. Çox vaxt deyil. 6, 1, 7, 8. Elədim 781 16-lıqdır. Yaxşı, 781 16-lıq aldıq. Bizdən nə istəyir? 8-lik sayı sistemi. Aha. Yəni 16-lıqdan 8-liyə keçməliyəm. 2-liyə keçməliyəm və 8-liyə. Aydın olur. İndi gəlin baxaq. Birinci 2-liyə bunu necə keçirdəcəyik? 7, 8, 1. Cədvəl üsulu ilə keçirik. 16-lıqdır deyə 1, 2, 4, 8. Bu olacaq 0, 1, 1, 1. 1, 3 dənə 0. 1, 3 dənə 0. İndi gəl yazaq. Deməli, 7-də oldu 0, 3 dənə 1. 8-də oldu 1 dənə 1, 3 dənə 0. 3 dənə 0, 1 dənə 1. Və bunu 8-liyə keçirdik. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Bu elədi 1. Bura 0. 2, 4. Bura 6. Üstlər cəmlənir də. 1, 2, 3. 3601. C variantı. Sonra nə gəlir? S1 xanası A1. Aha. Excel. D4 xanasının qiymətini hesablamalıyıq. D4 xanası bizdə D1 plus D2-dir. Onda dolayısıyla biz D1-in qiymətini tapmalıyıq və D2-nin qiymətini tapmalıyıq. Bu ikisini tapandan sonra da cəmləyəcəyik. İndi baxın, bizə düstur verir. Excel-dən nədən gedə bilər ki söhbət? Yəni dimin çərçivəsində götürəcək, ya diaqramlardan gedəcək, ya da düstur köçürməsindən gedəcək və bəzi nəzəri hissələrdən gedəcək də söhbət. İndi burada diaqram görmürsünüzsə, demək buradan köçürmədən gedəcək. Yəni bu köçürmə olacaq burada və hazır düstur da verib zaten sizə. Onda yazaq S1-dən D1-ə köçən zaman düstur necə olacaq? Düsturumuz budur. Görürük bunu. Bu düsturu D1-ə köçürdəndə baxıram ki, sütun bir vahid artıbdır. Sətr amma dəyişməyibdir. Bu ardıcılığa köçürdək bura. Bu olacaq, demək, sütun bir vahid artıb. Olur B1, üstə gələk C1. Dollar varsa dəyişmir sətr. Və yaxud sütunun qabağındasa sütun dəyişmir. İndi buna əsasən hesablayaq. Onda S1-in qiyməti necə olacaq? S1-in qiyməti necə olacaq? B1, yəni B1 nədir bizdə? 5. Xəttim. 5, üstə gələk. S1. S1 də budur. Yəni A1, üstə gələk B1. B1 də bizdə 5-dir. 1 ilə 5 bu da elədi 6. 5 ilə də 6 biz eləyəcək 11. Bu oldu nəyin qiyməti? D1-ə mən niyə S1 yazmışam? D1-i hesablayırıq da biz. Sonra gəlir D2-ni hesablamağa. Demək, D2-ni də yenə eyni bu qaydada hesablayacağıq. İndi D2-dirsə, S1-dən biz D2-yə keçəcəyiksə, nə edəcəyik? Yəni, sütun da bir vahid artıb, sətr də bir vahid artıbdır. Onda düsturumuz olacaq B2, üstə gəlirsin, C1. Dollar dəyişməyə imkan vermir. İndi hesablayaq. B2. B2 nədir bizdə? Yoxdur burada heç nə. 0 kimi götürək. Aha, 0 kimi. Baxın, deyə bilərsiniz ki, B2-yə bəlkə düstur köçürdü. Düsturu köçürsəniz, bu A-dan əvvələ gəlsə, 0-cı sütun yoxdur axı. Ona görə qarışıq olacaq. 0 kimi götürün ona görə. Üstə gələk. C1. C1 də 6 tapmışdıq. Bu da elədi 6. İndi nə istəyir? D1 ilə D2-nin cəmini. O da bunlardır da. 11 ilə də 6 bizə verəcək 17. Niyə variantı? Sonra bu nədir?
heç sevmədiyim sual tipi. Həqiqətən heç sevmirəm də bu sualları. Düsturla tapmaq bəzilərində rahat gəlir, amma çox vaxt diaqram çəkmək daha belə əlverişlidir. Ona görə diaqram çəkəcəyik burada da. Bu olsun A. Bu olsun B. Bu da olsun C. A, B, C. A bizdə 140'dır. B bizdə 90. C də bizdə 130. A and not Z. Bax, birinci gəl ortaq görək nə var əndlərdə. Hə. 3'ün ortağı 20'dir. Buranı verib 20. Rəngini dəyişək. Bura olsun 20. Deyək ki, A and not Z. Demək, A ilə S-nin ortağı olsun. A ilə S-nin, daha doğrusu yəni bir ortaq yer, amma S-nin olmadığı hissə. S-nin olmadığı hissə buranı çıxsaq, onda bu hissə qalmalıdır 100. Bura qalmalıdır 100, belə çıxır. Bura 100'dürsə, baxın, bura bir də bu hissə 100'dürsə, onda ümumi A da 140'dırsa, bura qalacaq ümumi, bax, bu hissə 40. 40'dırsa, bu tərəf 20'dirsə, bura qalacaq 20 yenə. Anlata bilirəm. Yəni, onda bura bir dənə x yazaq. Burada yazaq ki, buranın da demək 100 çıxılsın x. Çünki bu hissə 100'dür axı. Sonra B and not A. B and not A. Baxın, B'nin ümumi B'ni götürür. Bax, ümumi B'nin və A'nın olmadığı hissə. A'nın olmadığı hissə buradır. Onda bu hissə 40'dırsa, demək, bu hissə 40 qalırsa, ümumi bu hissəyə nə qalacaq? Bir dəqiqə, B and not A. Bura 90'dır ümumi. A'nın olmadığı hissə 40'dır. Bu tərəf 40'dırsa, bura 50 qalmalıdır. Bura 50'dirsə, onda bu hissə bir tərəfi 20'dirsə, burada 30 qalır. Bura 30'dursa, onda bu oldu 70. Buranı 70 tapdıq. Bu hissə 40 qalır da. Bu ümumi, bax, bura yoxdur. Bura, bir də bura. 40 qalırsa, mən bura bir x yazım. Burada yazım 40 çıxılsın x. Aha. Sonra keçək C and not B. C and not B. C and not B. Baxın, C ümumi budur da. Bax, ümumi bu C dairəsinə baxın. B-nin olmadığı hissəni çıxsam, qalır, demək nədir bu C and not B? 80. Onda B-nin olduğu hissələr hansıdır? Bir budur, bir budur. Buranı çıxanda onda bu hissə 80'dir. 80'in də biri bu 20'dirsə, bura qalır 60. 60 qalır da. 60 qalır, hə. Sonra nə edirik? C ümumilikdə 130'dur. Onda 20, 20, 40, 60, 100. Burada qalır 30. Bura 30'dursa, bura qaldı 10. İndi bunları cəmləyək. Bunları cəmləyək. 70, 20, 20, 40, 30, 50, 10, 30, 40, bir də bu. Deməli, 10, 30, 40, 100. Bir dənə də 100 var. 0, 7, 13, 230. Bir dəqiqə. Demək, 100 çıxılsın 30. Bu 70 elədi. 20, 20, 40, 70. Səhv hesabladım. 70. Bax, buranın 70'i. 20, 40. Bu da elədi 70. Bura 10, 30, 40. Bu da 60, 100.
Hə, 0, 7, 14, bir yadda 240. Burada nəyəsə əksi hesablamışam. 60 yazmalıymışam yəqin. Hə, yəni ki, buna əsasən cavab elədi 240. Tamam. Bu da belə. Sonra 68. Bu nə deyir? Buna oxşar qəbulda düşmüşdü. Orada Haykola ilə bir başqa nəsə var idi. O ikisinin qarışığı idi. Sual tam yadımda deyil, amma Haykola yadımdadır. Hə, sonra fərqli standartda yazılmış hər biri 2048 simvoldan ibarət 2 mətn faylından söhbət gedir. Deməli, 2 mətn faylının ümumi həcmi 5 kilobaytdır. Birinci mətn faylının Unicode standartında yazıldığını bilərək. Aha. Unicode-da yazılıb. Unicode-da bir simvol 16 bitdir. Və simvol sayı nə qədərdir? 2048, yəni 2 üstü 11. Üstə gəlinsin, hər hansısa bir kodda yazılıbdır. X bit vurulsun, yenə 2 üstündə 11. 2 üstündə 11. Bərabərdir. 5 vurulsun, 2 üstündə 13. Məqsəd bunun hamısını bitə gətirməkdir. Aha. İndi hesablayaq. Bax, bu elədi nə? Bunu elə kilobayt kimi sıxsam. Baxın, dəqiq demək. 2 üstü 4, 11, 4, 15. Üstə gəlirsin. 2 üstündə 11 x bərabərdir. 5 vurulsun. 2 üstündə 13. 2 üstündə 13-dürsə, mən bunu 2 üstü 11 x bərabərdir. 5 vurulsun. 2 üstü 13 çıxılsın. 2 üstündə 15. Sonra 2 üstü 11 x bərabərdir. 2 üstü 13'ü mötərizə xaricində çıxartsam, 5 çıxılsın, 2 üstü 2, 4 yaza bilərəm də. 4 edir də bu, 2 üstü 13, 2 üstü 2, 4, hə. Onda. 2 üstü 11x bərabərdir 2 üstü 13. X bərabərdir 2 üstü 2. X bərabərdir 4. Və bizdən əlifbanın gücünü soruşur. Yəni 2 üstü n, 2 üstü 4. Bu da elədir 16. Belə, bu hissəni siz başqa necə rahat gedə bilirsinizsə gedərsiniz. Mən belə əzbərləmişəm. Əzbərləmişəm yox, belə başa düşüb yadda saxlamışam. Hə, sonra növbətiyə baxaq. Hə, bu rahat sual. Bunu inanmıram ki, kimsə səhv yazsın uşaqlar. Baxacam da indi dərsdə yazmağınıza. Yəni, təzə müzakirəsini eləmişik say sisteminin. Hə, verilmiş bu ifadə ikili say sistemində. Bu elədi 2 üstü 4 vur 2, 8. Üstə gəl 2 üstündə 3, 3, 9. Üstə gəl 5'i də yazaq 2 üstü 2, üstə gəlsə 2 üstü 0 kimi. İndi nə edirik? 8-ci qüvvət 1. Bir dəqiqə, bu 9 deyil. Hə, 9-cu qüvvət 1, 8-ci qüvvət 1, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Burada da demək 11, 1, 2, 3, 4, 5 dənə 0 və 101. Bu da gəlir bu variant. Hər yerdə 1, 2, 3, 4, 5, hə. Bir dənə də qısa özət keçim. Demək, ən böyük qüvvəti götürürük. 0 daxil olmağa qədər yazırıq. Hansı qüvvətlər ki var vurulduğu ədəd. Bunlar 1'ə vurulubdur da, hamısı normal olaraq. Və onlara əsasən ədədi qururuq. Sonra 70 verilənlər bazası. Aha. Notu var bunun. Notu yoxdur. Kontrol. Baxaq. Burada indi not yoxdur. Not olsaydı birinci tapın, sonra inkara çevirin həmişə. İndi nə istəyir bizdən? Buraxılışı 230-dan çox olan. Buraxılış 230-dan çox olan budur. Yəni ikinci.
və 5-ci. 2, 5 or blok nə? Blok 1 plus blok 2-nin cəmi 630-dan çox olan. Aha, blok 1 ilə 630-dan çox olan, indi baxaq. 300, 300, 635. Aha, bu oldu. 1-i götürəcəyik. 300, 300, 630, bu da 635'dir. 635 2'ni de götürürük. 390 bu değil. 200, 300, 500, 590 değil. 300, 600, 600 her şey bu da var. 1, 2, 5. Şimdi bunlar ne edirik? Orun tapırıq. Elə orada 1, 2, 5'də. End olsaydı ne olardı? 2, 5. Say istəyir bizdən. Yoxsa indi ədədik, hə. Demək hansı nömrələrdə o? 1, 2, 5. Y variantı. Bu da belə. Bu da rahat idi. Bu. Aha. 15 daxil edilərsə. daxil edilərsə. Hə, bax, 15 daxil elədik. İ'nin ilk qiyməti 3'dür, S1'dir. Belə bir şərt var, yox qolunda çıxışa. Bax, algoritm işləyəndə fikir verin. Çıxışa hə qolu ilə mı gedir, yoxsa yox qolu ilə mı gedir? Çünki cavaba hər yolla çox təsiri var. Əzbərçi getsəniz, cavab səhv çıxacaq. Hə, indi fikir verin. İ'nin yox qoluna keçəcəksə, İ'nin ilk qiyməti 3'dür. 3 üstə gələk. Neçə dəfə bunun üstünə 1 gələcək? Sonra bunu şərtin pozulduğu hal nə olacaq? Böyüdür E. E'nisini indi köçürdürəm bura. E'nin qiyməti də 15'dir. Yazdıq bura. İndi D kiçikdir. 15 çıxılsın 3. Bu elədir. 12. D də olur 13. Dövrün sayını 13 tapdıq. Bizdən S'i soruşur. Onda belə çıxır ki, S 13 dəfə dövrə giribdir. S'in ilk qiyməti 1'dir. 1'in üstünə gəlir 1 vurulsun 13'ü. 13 dəfə dövrə girdiyi üçün. Bu da 13 üstə gəl 1, 14. Yəni inşallah ki bunu götürüb tək-tək hesablamamışsınız. Yəni elə güman edirəm. Bu nədir? Bu niyə belə gedib? Yaxşı, baxarıq indi buna. Burada print A. Yəqin sürüşübdür cavaba, hə? Cavabla verilən nəsə üst-üstə gəlmir sanki. İndi siyahı var. Siyahı bizdə 1, 2, 3, 4 və 5'dir. Nömrəliyək 0, 1, 2, 3 və 4. For I in A. Yəni siyahının, A siyahısının bütün elementlərinə müraciət eləyibdir. Və indi bu neyniyir? Bu neyniyir? Birinci götürürük İ'nin 1 qiymətini. Siyahıdan götürür İ'nin 1 qiymətini. Və düşür aşağı. Düşür aşağı burada A'nın A nöqtə indeks 1. A nöqtə indeks 1. Deməli, 1'in indeksi nədir? 0. Onda deyir ki, A 0 bərabərdir I plus 1. I bizdə 1'dir. 1 plus 1, 2. Bu oldu 2. Demək A0'ı eləyəcək 2. Bu oldu 2. Sonra gəlir İ'nin ikinci qiymətinə. I olacaq bizdə 2. İ'nin 2 qiymətində gəlir burada. A nöqtə indeks 2. 2'nin indeksi nədir? 0'dır.
təzə ilk rastladığımızın indeksini götürürük də 0-dır. Onda demək A sıfırı elə i plus 1. i bizdə 2-dir. 2 plus 1 3. A sıfırı elə 3. Yaxşı. A sıfırda oldu bizdə 3. A sıfırda olsun bizdə 3. Sonra i-nin üst qiymətinə gəlirik. Bax, fikir ver, reverse bunun altında deyiləm. For bitəndən sonra bunu icra eləyəcəyik. İndi i-nin üst qiymətində A nöqtə indeks 3. İlk rastladığın 3-ün indeksi yenə 0-dır. Buradakini götürmürük. İlk rastladığımız yenə 0-dır. Onda deyir ki, A0 bərabər olsun 3 plus 1. 4. Bu yenə olur 4. Bu olur 4. Bunu çıx burada. Sonra i-nin 4 qiymətində. Bu olur A. 4-ün indeks nömrəsi yenə 0-dır. A0-ı eləyəcək 5. Bura olur 5. Elə ki, birinci rəqəmi oldu 5 yenə. Nəhayət sonuncunu götürürük. i-nin 5 qiyməti. Bu olur A. 5-in indeks nömrəsi yenə 0-dır. A0 bərabərdir 5 plus 1 6. Aha. Yəni birinci element oldu 6. Dövr bitdi də. Siyahı necə oldu? 6, 2, 3, 4 və 5. Bu hissə bitdi. Baba, bu hissə bitdi. Onun nəticəsi oldu bu. Və indi ən sonunda da bunu reverse eləməliyik. Ən sonunda da bunu reverse. Yəni 5, 4, 3, 2, 6. 5, 4, 3, 2, 6 A variantı. Aydın oldu. A variantı. Sonra 72'dən IP ünvan 0255 daxil olmaqla aralığını ala bilər. Böyük ədəd olsa çıxacaq. Bax, C 115 nöqtə ilə başlaya bilməz, bu çıxdı. A 15, D 154-ə gəlib birləşir. Elə ki, bax, A 15-dir. D nədir? 4.21. Aha, sonra gəlir B. 7.29. Sonra C. Nöqtə 115. Baxın, hər hissəsi 255-dən balacadır və ya da balacadır da. Elə düzgün variant budur. Digərlərini yoxlasanız görəcəksiniz, ödəməyəcək. Və nöqtə ilə də başlaya bilməzlər, yəni bunu bilirik. Burada nədir məsələ? Alınmaz. Alınmaz. İlk öncə bunu görürəm. Alınmaz deyilsə, deməli, veriləndən sorğu tətbiq edilərkən aşağıdakilərdən alınmışdı. Aha, tamam. Bax, demək, adı U-dan fərqli. Adı U-dan fərqli. Bax, bütün hamısında U-dan fərqli var, ödəyir. Soyadı, sonu V ilə qutarsın. Hamısını da ödəyəcək. Soyadın içində mütləq şəkildə E olmalıdır. Bunu görürük. Soyadın içində. Çünki bax, yəni bu istəyir birinci hərf olsun, sonuncu hərf olsun. Deyək ki, ulduz ixtiyari bir yəni simvolu artıra da bilər, artırmaya da bilər. İndi eyni onu tətbiq etməklə görürük ki, yəni içindən ümumi nəticə o çıxır ki, bunun içində E olmalıdır. Yaxşı, birincisi hə, ikinci hə, üçüncü bu Göyşovda amma yoxdur E. Fikir verirsiniz, demək burada pozulur, ona görə B variantı. Stajı 3-dən böyük, zaten hamısı 3-dən böyükdür. Yaxşı, bura baxaq. Verilmiş diaqrama əsasən 50-nin birincidəki, demək 50-də 1, Həsənin sınaq 4-dəki, Həsəndə 4, İsmaildə da sınaq 3. Bunu qeyd elədik. 50 bizdə tünd rəngdə olandır. Demək, tünd rəngdə olan sınaq 1 dediyinə görə bu da 60-a gəlir. Yəni 60 üstə gələk. Həsən daha açıq olandır, İsmail tündür. İndi Həsən 4-dədir.
Və bununki də budur. Bu hara gəlir? Görmürəm. Ona görə xətti axıra qədər gətirəcəm. 70-dir, hə. Bu oldu 70. Üstə gələk. İsmail da 3-dədir. 3-ün ən tünd, yox, ən tünd deyil. Bu açıqdan biraz tünd olan 90. 90-dır da, hə, 90. Bunu da cəmləyəcəyik. Demək, 90, 60, 150, 200, 220. A variantı. Qrafik təsvirin rəng dərinliyini 4 dəfə artırıb. Əvvəl nə qədər idi bilmirəm, amma indi 4 dəfə artdı, oldu 4x. Uzunluğunu 2 dəfə azaldıb. Aha, əvvəl uzunluğu tutaq ki, belə idi. Məsələn, bir y imiş, indi oldu y bölü 2. Elə mən bunu hazır kəsik kimi yazmamaq üçün uzunluğuna bir 2y yazım. Azalanda da düşüb olub y-ə. Sonra enini 8 dəfə artırdıqda eni olsun bir dənə z, artdı oldu 8z. Həcm necə dəyişir? Həcm düz mütənasib asılıdır da bunlarla. Əvvəl 2x, y, z imiş, indi oldu 32 x, y, z. Nə qədər dəyişdi? Təbii ki, 16 dəfə artdı da. 16 dəfə artdı. Hanı? 16, hə. Aydın olur. Sonra Python dilində, aha, müəyyən elə baxıram, aha. Demək, 120-dən, bu elə bil ki, 3-cü dərəcədən 120 deməkdir. Tam çıxmaya bilər. Ona görə bunun deməli təqribi yaxın olan ədədin tam hissəsini götürəcəyik. 525-dirsə, bu olacaq o da 4. Int deyir də, elə 4-ün özünü götürdük. Bu 4 deyir ki, böyükdür 3-dən. Hə. Hə dediyinə görə B-nin qiyməti elə 5. 5 deyilsə, B-nin qiyməti 5-dir. Onda deyir, çap elə 5 plus 1. Demək, sən çap eləyəcəksən nəyi? Çapda olacaq bir dənə 6. End eyni sətirdə saxlayacaq. Bu 6. Baxın, 6 B-nin qiyməti deyil, ha. B-nin qiyməti bura mənimsədiləndir. Yəni, budur. İndi 5 ondan kiçikdirmi? Kiçikdir. Onda B-ni vur 2-yə. 5 vur 2, 10. Yəni, çapın biri də 10-dur. S nə vaxt düşərdi? Əgər bu şərt ödəməsə bura düşərdik. Çünki S özünün deməli, ən yaxın ifə tabidir də bunu. Bu ödəməsə bura düşərdik. Demək, 6, 10. B variantı. Sonra 78 atributları müəyyən elə. Atribut bu sağında olanlardır da. Bu, məsələn, xrefdir, SLC-dir, Vizdir, budur, koladır. Bunlara baxaq görək. A ola bilməz, bu getdi, bu getdi. Sonra, budur da D variantı deyil. 79. K bərabər 3 açarı ilə şriflənib və nəticədə bu alınıbdır. Baxın, hər hansı bir 3 hərfli söz olubdur. Bunu K bərabər 3 ilə şrifləyibdir. Axırda alınıbdır elm. Alınan budur. Demək, tərsinə gələcəkdir əlifbada. İndi E-dən 3 hərf sonra gəlib hara çıxacaq? 3 hərf C-yə gəlir də. E-dən D-ya, D-dan Ç-ya, Ç-dan C-ya. C, nə qəşək? Elə bir dənə buradadır. O digərlərində eləsəz, gələcək J və Q alınacaq. Bu, dəyər nəşrləri, count ə, ələrin sayı 1, 2, 3, 4. Oldu 4. Find Z. Z-in deyir ki, indeks nömrəsini tap. Count bilirsiniz də sayır, yəni əyləri say demək istəyir. Find da ilk rastladığın Z-in indeks nömrəsini tap. Z yoxdur. Find əgər tapmayanda -1 çıxardacaq. Burada da deyir ki, A-nın indeks nömrəsini tap. 3 olmur, istəyir 5 olsun, 1 olsun, 2 olsun. Ümumiyyətlə bu sözdə A hərfi var, yoxdur. Ona görə burada da -1 çıxardacaq. Bu, bax, ən sonunda bizdə istənilən bu hissə ki var. Bunun ardıcıllığına fikir verin. B üstəgəl C. B bizdə 4-dür. Üstünə -1 gəldi. Bu elədi 3. Çıxılsın. D vurulsun 2. Yəni, -1 vurulsun 2. Bu da elədi -2. 3 ilə də -2. Bu da elədi 5. 5 hanı? Hə, buradaymış.
Bu nə edəcək? Belə bir defin x çıx 2. Aha, 2 çıxır. Rivayətlərə baxaq. Daxil edilən ədədin cüt rəqəmlərini çap eləyir. Cüt rəqəm, hardan bildik ki, cüt rəqəmdir? Məsələn, 2-yə bölünüb qalıq söhbətindən gedir, burada nəsə yox. Yeni çıxaq. Daxil edilən ədədlərdən ikilərin sayını, ikiləri sayır. Sayır, hanı cəmləmə, s plus 1, n plus 1, x plus 1 var burada, yəni saymaqdan gedir söhbət, yoxdur. Sonra yerinə rəqəm qoyub hesablamaq istəmirəm. Görün, belə alınacaq. Daxil edilən ədədin 2-yə bölünməsini yoxlayır. 2-yə bölünmə, bu da görsənmir. 2-yə bölünmə nə əlaqə? Cüt ədədlərini çap eləyir. Aha, cüt ədədlərini çap eləyir. Yenə cütlü şərti yoxdur axı burada. Hanı cütlü şərti? Daxil edilən ədədə kimi, ədədə də daxil olmaqla cüt ədədlərinin cəmini tapır. Cüt ədədlərin cəmini tapır. Bir dəqiqə, cütlükdən onda söhbət gedir də burada, cüt ədədlərdən deyir. Yaxşı, nəsə, yerinə gələ rəqəm qoyub hesablayaq. Kimsə 6 qoyubdu. Biz də hesablayaq 8-i. Ya da elə 6-nı hesablayaq. Bizim o variant çıxdaşımıza görə cavabda C variantı qalır nisbətən. Amma o yenə cütlü şərti biraz qarışdırdı. İndi baxaq. Yerinə ixtiyari bir ədəd qoyaq da. Çox getməyək. Yenə F4-dən başlayaq. Məsələn, F4 qoyubdu tutaq. İndi bu F4-dürsə, yəni A-nın qiymətinə 4 verib. Hə, A-nın qiymətinə 4 veribdir. Deyək, F4-dən niyə başladım ki mən? Demək, A-nın qiymətinə 4 veribdir. Onda A bərabərdir. Bir dəqiqə, böyük rəqəm verək də burada. Bu A olsun, 8 olsun, bunu siləm. A olsun 8. A olsun 8. Sonra 8 bölünsün 2. Tam hissəsi 4'dür. 8 bölü 2 tam hissəsi 4'dür. 4'ü də 2'yə vuranda bu da edir 8. Bu da edir 8. Deməli. Bu da eləyir. Bir dəqiqə gözləyin. Hə. Deməli, 8-i 2-yə böldük. Bu elədi 4. 4-ü 2-yə vurduq 8. Yəni, dolayısıyla yenə F8-i hesablayacağıq. Mən qısaya qaçdıqca bu uzanır. Hə, demək F8. Əgər 8 birdən böyükdürsə, 8 birdən böyükdür. Onda return qaytarsın bizə 8 üstə gəlinsin. F8 çıx 2, yəni 6. F6. Şimdi təzdən gəlib F6-nı hesablamalıyıq. F6 nəyə bərabərdir? Demək, 6 birdən böyükdür, hə. Hə dediyinə görə 6 üstə gəlinsin F4. Bura düşürük də, yəni, bax, hər dəfə bura qayıdır, bu şərti yoxluyur. Şərt ödənsə bunu, ödənməsə də 0 qaytaracaq. İndi F6 bu oldu. İndi F4-ü hesablayıram. Ta ki, mənə bir qiymət qaytarmalıdır bu. F4-də də 4 birdən böyükdürmü? Yenə hə, onda olacaq 4 üstə gəlinsin. Bayaq cütlü şərti buna əsas edilmiş, x-2-yə. Deməli, F2, sonra F2-ni hesablayaq. F2 nəyə bərabər olacaq? 2 birdən yenə böyükdürmü? Böyükdür. Onda olacaq bu 2 üstə gəlinsin. F0. F0 da 0 birdən böyükdürmü? Yox. Düşəcək elsə, F0-ın qiyməti 0-dır. Onda deyə bilərim ki, bura 0-dırsa, bunu dəyişdirək rəngin. Bura 0-dırsa, onda bu oldu 2. F2-nin qiyməti 2-dir. F2 2-dirsə, 2 plus 4, 6. F4-ün qiyməti 6-dır. 6 plus 6 bu elədir 12. 12 plus 8 bu da elədir 20. Hə, 20.
İndi 8-dən 2, 6, 12, 20 aldıq. Düz getdik də. Görək indi buna uyğun nə variant var? Bizim daxil edilən ədədə kimi ədəd də daxil olmalı, cüt ədədlərin cəmini tapır. Cüt ədədlərin cəmini tapır. Cüt ədədlərin cəmi. 2, 4, 6, 8. 2 ilə 4, 6. 4 ilə 2, 4, 6, 6, 12. 13 üstə gəl 8, 20. Həqiqətən də elədir. Baya 0 da götürür. 0 ilə 2-nin cəmi 2. 0, 2, 4-ün cəmi 6. Bu cəmi 12. 12 ilə də 8, 20. Həqiqətən də bu. Heç nə. Onsuz variant çıxmaqla gəlib bunu almışdıq. Amma daha da əmin olmalıyıq da. Tamam, bu da getdi. Qaldı. Nə qədər qaldı? 81, 90-da. Hə, tamam. 82-dən nə edəcəyik? Aha, buna da oxşar imtahanda sual düşmüşdü, amma orada çaşdırıcı məqam var idi. Çətin idi, təbii ki deyildi, amma diqqət tələb eləyirdi. 124-ü 2-yə bölmək olur, 0 qalırmı? Yəni cütdürmü? Cütdür. Düzdürsə düşə bilərik iç-içə. Yəni iç-içə iflərdə nədir söhbət? Yuxarıdakı ödəyirsə aşağı düşə bilirik. Onda avtomatik bu S çıxdı da. Sizdə özdə kitabça olur, yəni üstündə qeyd edə bilərsiniz də rahat formada. Yəni bu if ödədirsə, onda avtomatik bu else çox düşməyəcəm. Bu mənə lazım deyil. Sonra düşür bura. 124 4-ə bölünürmü? Tam bölünürmüdür? Yəni qalığı 0 deyilsə, tam bölünməkdən gedəcək söhbət. Bu da ödəyir. Bu ödəyirsə, bunun da elsinə baxmayacağım da. Çünki bu ödənməsə mən bura düşə bilərdim. Aydındır? Yəni fikrimi izah edə bilirəmmi? 124 3-ə bölünürmü? 124 3-ə baxaq. Rəqəmlərinin cəmi 3-ə bərabərdir. 2, 1, 3, 4, 7. Xeyr, ödənmir. Ödənmirsə mən bunu istifadə edə bilmərəm. Başa düşürsünüz? Yəni bu şərt ödənmirsə mən bunu necə icra edeyim? Baxıram ki, burada heç bir proses getmədi. Onda dolayısıyla elə bunun ilkin qiyməti 124-ün özü qalacaq. Hani 124? Hə, C variantı. Tam dolu diskdən. Hə, bu hesablama. Bu demək ikinci heç sevmədiyim misal tipləri. Çıx, topla, vur, böl. Diskdən 30 megabaytlıq fayl silindi. Tamam, silindi. Qovluqda hər biri 7 megabayt olan 2 ədəd qrafik fayl. Qrafik, deməli, qrafik fayl. 2 ədəd 7 megabaytlıq. Komple nə qədər var? 14 megabayt. Hər biri 13 megabayt olan 4 ədəd video fayl. Onda video fayl 13 megabayt olan. 13 vurulsun 4, 40 və 52 megabayt. Və deyir ki, hər biri 4096 ki, bunu görürəm. Kilobaytdır. Elə gəl bunu balacalaşdıraq da bu qədər böyük ədədini neyinirik ki biz? Qaldı nə? 4 megabayt. Səs faylı da. Səs faylı. Bu tapdıq ki, biri 4 megabaytdan 3 dənə, yəni 12 megabaytdır. İndi komple bu nə qədər oldu? Nə qədər qaldı? 14, 12, 26, 78. Aha. Bu 78 megabayt. Deyir ki, əgər silinmədən öncə diskin həcmi nə? Hə, buymuş. Mən elə bildim o silinənlər bərabər də olar. Daxil olunan bir də boş hissənin cəmi o məsələ bildim. Hə, bu da 78-in üstünə 30 gələcək də silinəni gələcək təzədən. Bu da eləcək 108. Rahat imiş. Rahat olsa da yenə hesablamadım. Sonra bu sualı kimin səhv yazdığını o qədər gözəl bilirəm ki, imeyini dəstə baxacağım bu suala. 49 xananın qonşuluq maddəsində 49 xananın 35 dəyəri 0-a bərabər. Til soruşur ha, bizdən birlərin sayını soruşmur, tilləri soruşur. Yönləndirilməmiş qraf, yəni yönləndirilmiş qraf budur da, elə deyil, bunlardan təşkil olunur. Yönləndirilməmiş, yəni iki tərəflidən söhbət gedir. Aha. Onda bunun 49-undan 35-i 0-dırsa,
14 dənə nə qalacaq? 1 qalacaq. Bu 14 dənə 1-dirsə, 14 dənənin hər birindən demək yol varsa, mən onu tili tapmaq üçün 14-ü 2-yə bölərəm, 7. Aydındır fikrim. Sonra kursor müəllim sözünün burada xətt desəm görünməyəcək. Müəllim. Ü hərfindən sağda yerləşir. 3 dəfə delete. Delete sağdakıları silib. Bu getdi, bu getdi, bu getdi. 4 dəfə də 3 dəfə delete, 3 dəfə də backspace. Üçüncü yox deyil, bu qalacaq burada. Sonra nə deyir? 4 dəfə A düyməsini bastırdı. Yəni 4 dəfə A yazacaq. Və deyir, sözdə olan simvol sayını. Simvol. Demək, 4 dənə burada hərf qaldı. Bunlar silindi, bu silindi. 5, 6. Demək, ümumi 6 dənə simvol. Bu da rahat idi. Bu nədir? 86. Dəqiq gözləyin. Burada da deflərdir. Demək, K-nı 6 veribdir. Burada da dəqiqə. Bunu da sürüşdürüblər bu tərəfə. Printi düşünün ki, buradadır. Bu içinin funksiyası. K da buradadır. Bu K ilə print. Yaxşı. İnşallah bunun yerinin tərsinə görə misal səhv yazmamışsınızdır deyə düşünürəm. Niyə bunu? Biz F6-nı hesablayacağıq da. K6-dırsa, buranı hesablayacağıq. İndi baxın. F6-da. F6-dırsa, x bərabərdir. Deməli, x bərabərdir. 6 plus 2, 8. Yoxlayır ki, 8 5-dən böyüdürmü? Hə dediyinə görə x, yəni 8 üstə gəlinsin, f, 8 çıxılsın 3, yəni 5. Və f5 ilə qaydacaq, bax bura. Təzdən bura qayıdır da bu tərəflərə. Bu f5-dir, yəni dolayısıyla x-ımız bizdə 1-dir. Burada da x budur, burada da x budur. 5-in üstünə 2 gəlir, x oldu 7. X oldu 7. Yoxlayır ki, 7 5-dən böyüdür, Hə dediyinə görə x, yəni 7 üstə gəlinsin, f, 7 çıx 3, 4. Təzədən qayıdır bura. 4, 4 plus 2, 6. İndi 6 5-dən böyükdürmü? Hə, yəni dolayısıyla f4-ü hesablayanda. Deməli, 6 5-dən böyükdürmü? Hə dediyinə görə. Bir dəqiqə. 4-ü yoxlayırıq da. 4 plus 2, 6. 6 5-dən böyüdürmü? Onda bu oldu. 6 üstə gəlinsin. F, 3. Sonra 3 bura qayıdır. 3 plus 2, 5. 5 5-dən böyüdürmü? Yox. Yox dediyinə görə bunun qiyməti return 1 qaytarır. Yəni F3-ün qiyməti 1-dir. Bura 1-dirsə, F3 bizdə 1-dirsə, baxın, F3 bizdə 1-dirsə bunun qiyməti. Onda 1 plus 6, bura olacaq 7 F4-ün qiyməti. F4 7-dirsə, 7, 7, bura olacaq 14. 14 plus 8, bu da elədi bizdə 14, 6, 20, 22. Aydındır. Burada bir dənə buna fikir verin. Hər dəfə qaydanda bunu da icra edir. Sonra 87-də. Deyir ki, uyğunluğu müəyyən eləyin. Uyğunluğu müəyyən eləyin. Daxili yaddaş qurğusu. Baxın,
Yaddaş qurğusundan söhbət gedir. Təbii ki, siçan deyil, bu deyil, bu deyil. Biz ram, bir deyib. Rom da ola bilər, ki, yoxdur. Xarici yaddaş qurğusu. Xarici yaddaş qurğusu bu olacaq B. Başqa var, yoxdur. Giriş qurğusu, siçan, skaner. A, C. Nə qaldı bizdə? Monitor qaldı. Bu da demək çıxış qurğusudur. Sensor monitor amma həm giriş, həm çıxış qurğusudur. Bunu da yadda saxlayın. Keçək qurmalara. Aha. Deyir ki, klaviaturadan daxil edilmiş natural ədədin rəqəmlərindən neçəsinin birə bərabər olduğunu tapan blok sxemi qurun. Baxın, uşaqlar, bizə standart 2 rəqəmli desə, biz ona bölüb qallığın tam hissəsini götürərik. 3 rəqəmli desə, yenə ona uyğun tapa bilərik də, 4 rəqəmli də həmçinin. Amma bizə müəyyən bir rəqəm sayı demədiyi üçün, biz rəqəmin sayını tapmaq üçün, ümumiyyətlə bu rəqəmlərini tapmaq üçün bundan istifadə edəcəyik. Məsələn, bir A ədədi götürmüşəmsə, bu A ədədin ona bölünməsindən alınan qalıqla, ona bölünməsindən alınan tam hissə cütünü ağlımda saxlamalıyam və bu ona bölünmüş tam hissə yoxdur. Bu da həmişə bir şərt blokunun içərisində mütləq şəkildə sıfırdan böyük olmalıdır. Belə bir şərt verməliyik biz bura. İndi dolayısıyla biz bunu yadda saxlayırıqsa ki, rəqəm sayı bizə verilməyibdir. Ona görə nə edəcəyik? Ona uyğun şərtimizi qururuq. Bax, rəqəmin sayını tap deyir də, birə bərabər olduğu neçəsinin, yəni saydan söhbət gedəcək. Demək, nəsə bir cəmləmədən istifadə olunacaq. İndi bizdə ixtiyari bir ədəddən söhbət gedir, yəni bir n ədədindən söhbət gedir. Daxil eləyək bir n ədədini. Bir n ədədini daxil elədik. Daha sonra saymaq lazım olacaq neçəsinin birə bərabər olduğunu. Baxın, sayacağıqsa demək mən bura bir sıfırdan başlamalıyam nədənsə. Bir dənə də bu düz bucaqlının içərisini çəkirəm, çünki dəyər var deyə düz bucaqlıdan olacaq. Bunu çəkdim. İndi bir dənə şərt bloku verəcəm bura. Şərt blokunun içərisində mən göstərməliyəm. Bu n bayaqki o dediyim şərtə əsasən. Yəni n sıfırdan böyükdürmü? İndi hə qoluna gəlirəm. Hə qolu, yox qolu. Əgərlərim bu sıfırdan böyükdürsə, mən keçirəm bunun rəqəmini tapmağa. Çəkirəm bir düz bucaqlı. Başqa hansı hərfdən istifadə edirəm? N, S, aha. Məsələn, bir dənə ixtiyari A ədədi götürürəm. Daha doğrusu A dəyişəni götürürəm. A bərabərdir bu N-in ona bölünməsindən alınan qalıq. Elə deyil. Sonra mən bunu biraz səliqəsiz çəkirəm. Həqiqətən xəttim də, çəkməyim də bu rəsmi. Ona görə özünüz səliqəli çəkərsiniz sonra. N də bərabərdir N-in ona bölünməsindən alınan tam hissə. Bu da düz bucaqlığın içərisindədir ya. Hə, bunu da çəkdik. Baxın, ixtiyari bir ədəd götürək. Məsələn, 4352. Ona bölündükcə hər dəfə qalığı götürülsə, bax, bir dəfə 2-ni götürəcək, bir dəfə 5-i, bir dəfə 3-ü, bir dəfə 4-ü götürəcək də, elə deyil. Bax, məsələn, 4352-nin birinci ədəd oldu ki, yəni bu axırıncı. Sonra bunun tam hissəsini götürür, n-ə bölür. 435 oldu mu? Təzədən bu dövrə qaydanda bu 435-in ona bölünməsindən alınan qalıq 5 olur. Sonra bunun təzədən ona bölür 43 qalır. 43-ün ona bölünməsindən alınan qalıq 3. Bax, belə-belə rəqəmlərini tapacaq. Bunu biraz geniş izah eləməmdə məqsədim oldu ki, birdən çoxunuz bilirəm, çətinlik çəkirsiniz qurmalardan ona görə. İnsaniyyətlik damarım tutub. Deməli, bunu da yazdıq və indi əsas məsələ. Deyir ki, neçəsi 1-ə bərabərdir. Yəni, bu ədədi tapıramsa, ədədin məndə hansı idi? N idi, yoxsa A idi? Təbii ki, A idi. Yazdım, A bərabərdir, bərabərdirmi 1-ə? Yəni, bu ədədlərim 1-ə bərabərdirmi? Hə. Hədirsə, S bərabərdir, S plus 1. Yəni, sayacaq da bunu. Yox qoludursa da, bunu belə birləşdirək də bunu. Hə, S plus 1. Yox qolunu da gətirək belə. Bunu da birləşdirək bura. Bu da buradan qayıtsın yuxarı. Deməli, bunu
gətirəcəyik, bax bura. Və ən sonunda da bizdə bu çapı bunun içərisində verək. Ən sonunda S-i çap eləməlidir bizdə. Belə. Belə bir blok sxem. Sonra növbətiyə baxaq. Klaviaturadan daxil edilmiş simvolların sayından sözlərin sayını, sətirdən söhbət gedir də burada. Bax, mən simvolların sayını çıxaran proqram qurum. Simvolların sayı və sözlərin sayı. Bax, məsələn, ixtiyari bir dənə söz yazaq. Çiçək, gül, dərs və s. kimi. Mən bunu daxil eləmək üçün bir dənə input mənimsədərəm də bura. Elə deyil. Input. Input sətri mənimsətdi. Bax, fikir ver. Bunun sözlərini tapmaq üçün. Mən bunun sözlərini tapmaq üçün. Bir dənə boşluqdan bunu split eləsəm, parçalasam. Hər söz ayrı-ayrılıqda götürülərmi? Çiçək ayrı, gül ayrı, dərs ayrı. Bunu ağlımda tuturam. Bir də ki, ümumi mən bu simvolunu saymaq üçün də bilirəm ki, len-dən istifadə edə bilərəm. Bütün sayacaq bunu. Düzgün deyilmi? Elədir. İndi gəlib baxaq, görək, bu spliti ilə verəndə necə olsun. Məsələn, yazaq, B bərabərdir. A nöqtə split. Yəni, B bizdə olacaq nə? A-nın boşluqlardan parçalanmış hissəsi. Yəni, hər biri sözü ayrı-ayrı. Çiçək, vergül, məsələn, gül, vergül və s. İndi bizdən deyir ki, sən bunun bir ümumi simvollarının sayından çıx, nəyim? Sözlərin sayını. Bax, ümumi simvol sayı bunun lenidir. Sözlərin sayı da bunun lenidir də. Bunu görə bilirikmi? Onu da yaza bilərikmi ki, print. İstəsəniz tək-tək də tapa bilərsiniz. Məsələn, dəyişən verərsiniz, C bərabərdir, len A, D bərabər len B və s. Sonra bunlara ayrı-ayrı fərqini tapa bilərsiniz. Amma elə birbaşa printin içində də yazmaq olar. Yəni, len A, sözlərin ümumi sayı çıxılsın, deməli, len B. Bunu hesablayacaq. Bu da belə. Doksanıncı. Burada nədir? Tam ədədlərdən ibarət n elementli siyahı. N elementli. Yəni, yazırıq. Tam ədəd dediyinə görə int, deməli, int, input. Həqiqi ədəd desəydi nə yazardıq? Floatdan istifadə edərik də, orada da elə deyil. Deməli, daxil edilmişdir özündən əvvəlki və sonraki element. Bax, buradan bir dənə bir şey aydın olmalıdır ki, hər hansı bir elementlərdən 1, 2, 5, 7, 9 və s. Mən bundan sonrakını götürə bilərəm. Onda belə çıxır ki, mən ən sonuncu elementləri nəzərə almalıyam ki, dövrə nəsə sayı versəm, özündən sonrakını götürə bilsin. Demək, maksimaldan bir dənə az nəsə istifadə edəcəm. Birinci bunu nəzərimdən keçirməliyəm. Yəni, yenə deyirəm, misal işləyəndə birinci analiz edin. 1 dəqiqə vaxtınız olan ayırın. Lap olsun 2 dəqiqə. Çox analizli suallarınız da olur onsuz. Sonra keçin qurmağa. Bunu verdim. Sonra deyir, özündən əvvəlki və sonraki elementlərin cəmindən böyük elementlərini sonraki elementlərin cəmindən böyük elementlərini çap edən proqram. Tamam. Bir dənə də bura ixtiyari bir nə qataq? Bir dənə də A siyahısı verək. Boş bir siyahı verək ki, həmin o elementləri mən bura daxil edeyim. Sonra yazım. For dövrə açım. In range.
Baxın, mən onda bura. Birdən n element deyilsə, n-in ümumiyyətlə özü də daxil olması üçün n plus 1-ə qədər getməlidir də dövrüm. Hələ deyil, birdən başlayıramsa əgər, n plus 1 daxil olmaqla getməlidir. Sonra nə edəcəm burada? Və hər dəfəsində də bir dənə element daxil eləməliyim. İxtiyari elementdən söhbət gedir. Məsələn, x bərabərdir. Deməli, int input. X bərabər int input. Baxın, bu ixtiyari bir ədədi daxil eləyir. Bu ixtiyari ədədi daxil elədi. Mənim məqsədim ondan ibarətdir ki, n elementli siyahı yaratmaqdır. Onda mən bunu əlavə eləyim. Məsələn, A siyahısına append elə. Deməli, A siyahısına append elə nəyi? Bu x-i. Deyə bilərəm bunu x-i, yəni əlavə elə A-ya. Bu oldu siyahının qurulması, birinci hissəsi. İndi keçirik bu əvvəlki sonraki elementin cəmi özündən böyük olan hissəsinə. Aha, sonra ikinci dənə dövr açırıq. For i in range. Baxın, o bayaqki dediyim söhbət tam gəlir buna çıxır. Yəni, əgər bir siyahının elementlərini götürürəmsə, özündən sonrakını, onda dövrün mütləqdir ki, ondan bir vaid aza qədər getməlidir. Yazaq. Birdən n-1-ə qədər. Bunu belə. Sonra nə edəcəyik? İndi şərtimizi qururuq. Əgər if A i indeksli element böyükdürsə, nədən böyükdür? Özündən bir vahid az və özündən bir vahid çoxun cəmindən. Yazaq ki, A i minus 1 özündən bir vahid az olan bu və özündən bir vahid çox olan elementin cəminə. Əgər bu şərt də doğrudursa, bizdən nə istəyir? Siyah elementləri çap edən proqram. Elə bildim siyahıya yığırıq. Siyahı deyilmiş. Demək, elementlərini çap edən. Yəni, onda bunun daxilində olacaqdır. Çünki hər dəfə elementini çap edir. Print A siyahısının i indeksli elementi. Bu da olacaq belə. Güman eləyirəm başa düşdünüz. Bir problem qalmadı. Yenə də gözümdən nəsə qaçdısa, nəysə mexaniki səhvlik eləmişəmsə deyərsiniz. Bunun arxası, fikrim yadır. Oldu, sağ olun.